Bilirəm, məni ən çox xaricdə övlad böyüdən valideynlər anlayacaq. Bəzən uşağım tək oynayanda sakitcə baxıb fikrə gedirəm. Öz-özümə soruşuram, düzmü etdim? Qohumlardan uzaqda büyüməsimi bayramlarda, ad günlərində, böyük ailə masalarında olmaması doğrudur, yoxsa bizimlə daha sakit və güvənli bir cəmiyyətdə tək başına böyüməsimi? Xaricdə valideyn olmaq biraz da görünməyən yorğunluqdur. Çünki yanında uşağı mən saxlayım, sən biraz dincəl deyən heç kimsə olmur. Amma bu yolun ən gözəl tərəflərindən biri bilirsiniz nədir? Həyat yoldaşınla birlikdə hər şeyi paylaşmaq, bir-birinin yorğunluğunu anlaması, gecə yuxusuz qalanda növbələşmək, uşağı birlikdə böyütmək. Əgər bu dəstək varsa, insan özünü daha güclü hiss edir. Əgər ki, həyat yoldaşı yanında yoxdursa və tək başına övladına baxmağa çalışan bir valideyndirsə, gücünü ayaq üstə alqışlamaq lazımdır. Bu yorğunluğun içində sonra dönüb uşağına baxırsan yatan vaxtı və içində qəribə bir şükür hissi yaranır. Çünki bütün yorğunluq, bütün suallara baxmayaraq sən onun üçün əlindən gələnin ən yaxşısını etməyə çalışırsan. Bu videonu xaricdə övladlarını yetişdirməyə çalışan valideynlərə göndər. Qoy bir anlıq görsünlər ki, onlar həqiqətən nə qədər güclüdürlər.